Paytaxtın Sabunçu rayonunda talama cinayəti qeydə alınıb. Bu barədə Today Press TV-yə Daxili İşlər Nazirliyindən məlumat verilib. Zərər çəkən polisə müraciət edərək Maşlağı qəsəbəsində yerləşən ona məxsus istixanadan 50 min manat dəyərində qazanxana avadanlıqlarının naməlum şəraitdə oğurlandığını bildirib. Sabunçu rayon polis idarəsi 14-cü polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 55 yaşlı Mahir Həsənov və 36 yaşlı Tural Hacıyev saxlanılıblar. Həmin şəxslərin bir müddət əvvəl fəaliyyətini dayandıran istixananı kənardan müşahidə etdikləri və gediş-gəliş olmadığını görüb talama cinayətini törətdikləri müəyyən edilib. Onlar hadisədən sonra əraziyə evakuator çağıraraq oğurladıkları avadanlıqların onlara məxsus olduğunu bildirib satmaq məqsədi ilə daşınmasını təşkil ediblər. Tural Hacıyevin bir müddət əvvəl qohumunun evindən 4500 manat nağd pul oğurladığı məlum olub. Bundan əlavə Sabunçu rayonu ərazisində obyektlərdən naqil və əlvan metalların oğurlanması barədə də polisə məlumat daxil olub. Sabunçu rayon polis idarəsi 14-cü polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 35 yaşlı Hüseyn Quliyev də saxlanılıb. Araşdırma zamanı onun daha 2 evdən məişət əşyaları və inşaat materialları oğurladığı müəyyən edilib. Faktlarla bağlı araşdırmalar davam etdirilir. Namiq Abbasov, Today Press TV.